1 yanvar 2024-cü il vergi məcəlləsinə edilmiş dəyişikliklərdən biri də yeni elektron qayma fakturanın tətbiq edilməsi haqqındadır. Vergi məcəlləsinə yeni əlavə edilmiş 71-ci maddənin 1.5.12-ci bəndinə əsasən yeni elektron qayma faktura alınmış avans ödənişləri barədə adlanır. Avans ödənişləri zamanı göndərilən elektron qayma faktura ilə bağlı bəzi vacib məqamları diqqətinizə çatdırmaq istəyirəm. Avans ödənişləri ilə bağlı təqdim edilməli olan qayma fakturanın göndərilmə vaxtı avansın alındığı gündür. İkinci məqam bundan ibarətdir ki, alınmış avans ödənişləri barədə elektron qayma fakturanın gec təqdim edilməsi ilə bağlı vergi məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Digər məqam bundan ibarətdir ki, avans qayma fakturanın yalnız ədəbi ödəyiciləri tərəfindən göndərilməsi nəzərdə tutulmur. İstənilən mükəlləfiyyətə malik olan vergi ödəyiciləri avans ödənişləri zamanı bu qaymədən istifadə etməlidirlər. Son olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, alınmış avans ödənişləri barədə elektron qayma fakturanın təqdim edilməsi malların təqdim edilməsi anlamına gəlmir.